açıqlama vermək istəyirəm, çünki xoş deyil mənə. Bütün hər yerdə onunla bağlı yazılar görürəm. Dünən Gəncə konsertimdə mənim şəxsi mühafizəçimin məni belə qucaqlamağı bayağı bir söz-söhbət halına çevrilib. Öncəliklə deyim bilin, 15 yaşımdan o bizim ailəmizin şəxsi mühafizəçisidir və uzun zamandır ki, birlikdə işləyirik. Yəni mənim 15 yaşımdan. Orada məni belə qucaqlamağın səbəbi odur ki, ilk öncə mən əməliyyat olmuşam, qabırğalarıma çox dəyilməsin, çünki insanlar hamı birdən-birə sağ olsunlar, birdən-birə mənim üstümə belə axın gəlirdi, mənə çox belə incidirilməyim deyə elə tuturdu və ikincisi də ən böyük əsas səbəb o idi ki, bu səhnə idi, burada millət var idi və mənim bir addımım var idi ki, bir addım qabağa geçsəydim, səhnədən aşağı düşəcəkdim. Əlimi də bütün insanlara uzatdığım üçün insanlar məni aşağıya doğru dartırdılar. Mən oradan aşağı düşməyim deyə o məni elə qucaqlayırdı, yəni. Bilib bilmədən danışmayın, ayıbdır.